Bu gün sizə feil və zamanları haqqında məlumat vermək istəyirəm. Feillə feil əşyanın hərəkətini bildirir. Nə etdi, nə edir, nə edəcək, nə olacaq kimi suallara cavab verir. Feilin 3 zamanı var. İndiki zaman, keçmiş zaman və gələcək zaman. İndiki zaman ır, ir, ur, ür, yır, yir, yur, yır şəkilçiləri vasitəsilə düzəlir. İndiki zaman hadisənin, yəni hərəkətin hal-hazırda indi baş verdiyini bildirir. Məsələn, oxuyur, yazır, deyir, gülür və s. Keçmiş zaman d, di, du, dür şəkilçiləri vasitəsilə düzəlir və hərəkətin, hadisənin keçmişdə baş verdiyini bildirir. Məsələn, oxudu, yazdı, dedi, güldü və s. Gələcək zaman isə hadisənin və ya hərəkətin gələcəkdə baş verəcəyini bildirir. Məsələn, oxuyacaq, yazacaq, deyəcək və